Cümə axşamı 150-yə yaxın Donetsk sakini ATƏT-in və Qırmızı Xaç nümayəndələrinin yaşadıkları Parkın otelinin qarşısında etiraz ediblər. Etirazçılar beynəlxalq müşahidəçiləri Donbasda baş verən hadisələri düzgün işıqlandırmamaqda ittiham ediblər. Şəhər meri İqor Martınovun rəhbərliyi ilə mitinqə toplaşanlar özləri ilə üzərində şüarlar yazılmış plakatlar və atəş nəticəsində dağılmış evlərin şəkillərini gətiriblər. Missiya nümayəndələri toplaşanların qarşısına çıxaraq onlarla danışığa girməyə çalışıblar, lakin aksiya iştirakçılarının bəziləri aqressivlik göstəriblər. Onlar burada oturub miftə çörək yeyirlər. Qoy geçsinlər uşaqlar acından ölən zirzəmilərə, uşaqları isə bura köçürsünlər. Nə qədər dözmək olar axı? Biz sizə ümid edirdik. Deyin görün burada necə sakitləşmək olar? Səhər yuxudan durmuşam, yenə atırlar. Tezliklə etirazçılar missiya nümayəndələri ilə danışmaq üçün bir qrup adam təyin ediblər. Bir neçə nəfər isə ATƏT-in və Qırmızı Xaçın avtomobillərinə yazılar yazmağa başlayıb. Görüşdən sonra Donetskin meri bildirib ki, etirazçıların tələblərini missiya nümayəndələrinə çatdırıb. Müşahidəçilərdən əsasən onu tələb edirdilər ki, onlar atəş açılan yerləri dəqiq göstərsinlər. Merin sözlərinə görə müşahidəçilər söz veriblər ki, bu barədə təşkilatın Viyanada yerləşən baş qərargahını məlumatlandıracaqlar və bazar ertəsindən gec olmayaraq sakinlərə məlumat verəcəklər.